Mən bu layihədə 2 ildir ki çalışıram. Çalışdığım zamandan bu vaxta qədər oradakı tapşırıqları zövqlə işləyirik. Çünki orada olan vəsaitlər bizim üçün çox əlverişlidir. Hər dəfə riyaziyyat dərsini çox maraqla gözləyirlər. Mənim ən sevdiyim dərs riyaziyyat dərsidir. Amma bizə kitabdan çox slayt maraqlı gəlir. Çünki kitabda insanlar, heyvanlar, əşyalar hərəkət etmir. Amma slaytda hamısı hərəkət edir. Biz bəzən riyaziyyat ölkəsinə səyahət edirik. Orada figurların içində misallar yazılır və biz də onların cavabını tapırıq. Mənim ən sevdiyim fən riyaziyyat fəndir. Çünki orada qəfəsdən quşlar canlı olaraq çıxır. Müdrik bayquş bizə misallar verir və biz də o misalları həll edirik. Mənə ən maraqlısı elektron lövhədir. Elektron lövhədə canlı əşyalar və başqa əşyalar hərəkət edir.